Kişilərdə hamiləlik testi müsbət çıxarsa. Mütəxəssislər bildirir ki, kişidə hamiləlik testinin müsbət nəticə göstərməsi nadir hallarda ciddi sağlamlıq probleminin əlamətidir. Adətən hamiləlik testləri sidikdə və ya qanda insan xorionik gonadotropin hormonunun olub-olmadığını müəyyən edir. Bu hormon əsasən hamiləlik zamanı yaranır. Lakin bəzi hallarda xaya xərçəngi olan kişilərdə bu hormon yüksək ola bilər. Buna görə də kişinin etdiyi hamiləlik testində 2 xəttin görünməsi mümkün sayılır. Həkimlər qeyd edir ki, bu cür nəticə əldə edən şəxslər mütləq tibbi müayinədən keçməlidir. Mövzu 2012-ci ildə sosial şəbəkələrdə yayılan hadisədən sonra geniş müzakirə olunub. Belə ki, bir kişi zarafat məqsədi ilə sevgilisinə məxsus hamiləlik testindən istifadə edib və nəticə müsbət çıxıb. Daha sonra xəstəxanada aparılan müayinələr zamanı onda xayanın erkən mərhələli şiş aşkar edilib və vaxtında müalicə olunub.